2024 BMW X5 motordur, 43 min probeglə 146 dirhəm, hardasa 40 min dollarla maşın gecə auksyona. Polno full komplektasiyadır, S-Drive da arxa çəkəndir. 360 kamera ilə təchiz olunubdur. Qapılar bağlıdır, qara salondur, head-up display var, panorama lüklə. Maşının heç bir zədəsi yoxdur, hazır maşındır. Oturdun, sürdün. Sağ tərəfdən, sol tərəfdən, hər tərəfdən zədəsiz. Ağalar, Nissan Armada. 2020-nin Armadasıdır. 85 min mil probeglə, 10 min dollarla maşın girir müzayidəyə. Polno full komplektasiya, 360 kamerası, radar parktroniki. Sol tərəfdən maşın belə bir təsadüfü var. Krilo lazım olacaq, təmirə də yararlıdır. Bir ədəd qapı lazım olacaq, yan güzgüsü. Salona gəldikdə rulun, yan pərdə airbag, oturacağın airbagı partlayıbdır. 4 çəkəndir, lüku var. Gördüyünüz kimi 2020. Bu da arxa oturacaqları. Geniş belə bir arxa oturacağı var. Maşın bu gün müzayididir. Kim istəsə əlaqə saxlaya bilər. SL komplektasiya iləndir. Ağalar, Infiniti GX80. 85 min mil probeglə 5500 dollarla maşın girir müzayidə. 360 kamerası, 4 çəkəndir. Maşının ön tərəfdən çatışmayan detalları var. Salondan ağdəri salondur, heç bir airbag atmayıbdır. Lüku var. 4 çəkəndir. Maşın bu gün müzayidədə, gözəl qiymətə müzayidən bunu almaq olar. Şasi nömrəsi burada qeyd olunubdur. Arxadan da ki maşın təsadüfsüzdür. Bedonarək maşındır. Kim istəsə maşın bu gün müzayidədə, gözəl qiymətə müzayidən alaq bunu sizlərə. Ağalar, Armada. 2017-ci ildir maşın. Maşın 1700 dollarla girir müzayidəyə. 89 min mil probeglə 360 kamerası var, radarı var. Təsadüfsüz maşındır. Bedona rəngdir. Qara dəri salonla, lüku var, 4 çəkəndir. Arxa tərəfdən maşında heç bir təsadüf yoxdur. Gördüyünüz kimi hazır, gözəl maşın. Ağalar, Mercedes G-Class G63 AMG 2025'dir. Maşın 142 min dollarla bugün girəcək müzayidəyə. Gördüyünüz kimi təsadüfi ön hissədəndir. Bir dənə bamper lazım olacaq, bir də yan güzgüsü, bir də krılosunda kraskası olacaq. Krilo yenisən əvəz olmalıdır. Salona gəldikdə qara dəri salondur. Rulun airbagı, yan pərdə airbag, bir də şitin airbagı atıbdır. Lüku var, dəri oturacaqları. Vinkod burada qeyd olunubdur. 4 motordur. Maşının arxadan heç bir təsadüfi yoxdur. G550'dir maşın, G63 deyil, G550. Sağ tərəfdən də ki maşın təsadüfsüzdür. Kim istəsə əlaqə saxlasın. Ağalar, günümüzün gözəl Genesislərdən biri. Genesis G72 motordur. 2021'də 61 min mil probeglə 9500 dollarla maşın girir müzayidəyə. Maşında bir ədəd ablitsovka, bufer lazım olacaq, bir dənə də faras. Kapot təmirə yararlıdır. Sol tərəfində heç bir təsadüfi yoxdur. Qapılar bağlıdır maşında. Arxa tərəfdən də ki maşın təsadüfsüzdür. Sağ tərəfdən də ki heç bir təsadüfi yoxdur. Sadə komplektasiyadır, arxa çəkəndir. Qara salonla. Bu da VIN nömrəsi. Qurtuluş qiyməti təxminən olacaq hardasa 12 min dollara. Kia Sportage 2023 83 min kilometr probeglə 2.5 motor, ömrü plaka 9500 dollarla maşın gecə müzayidəyə. Maşın təsadüfü sol qapısındadır. Maşına bir dənə sol qapı lazım olacaq. Qapısı açılmır. Deməli salondan yan pərdə airbagı atıb, dəri oturacaqlarla təchiz olunubdur. Salonun gözəlliyi, sideniya qızdırıcısı, rul qızdırıcısı, panoramik lüku. Maşın bu gün müzayidədə. Arxadan da heç bir təsadüfi var. Genesis 2016'nın Genesis'idir. Maşın bu gün girir müzayidəyə. 86 min kilometr probeglə kareykadır, bedona rəngdir, təsadüfsüzdür. Heç nəyə yoxdur. Maşın gül kimidir. Start qiymətdəki 4000 dollardır. Gözəl qiymətə bu maşın almaq olar. G380'dir. Genesis'dir. Hazır maşındır. Aldın, oturdun, sürdün.
Salonun gözəlliyinə dəri oturacaqlar, panoramik lük, polnu full komplektasiya, sidenye qızdırıcısı, rulun qızdırıcısı, hər bir şey var. Arxa oturacaqların görürsünüz, sidenye qızdırıcısına kimi var, polnu full komplektasiyadır. Şasi nömrəsi burada qeyd olunub, bu fürsəti qaçırmayın. Bu maşını qaçırmayın, ağalar. Ağalar, 2022 Hyundai Palisade. Maşın bugün girir müzayedəyə, maşın təsadüfi sol tərəfdən olubdur. Deməli, 2 dənə qapı lazımdır maşına. Polnu full komplektasiyadır. Kaligrafidir. Head-up displeyi var. Panoramik lükdan. 360 kamera ilə də təchiz olunubdur. Maşın bugün müzayedədə. Gözəl qiymətə almaq olar. Dəri oturacaqları, sidenye qızdırıcısı, soyuducusu, gördüyünüz kimi lüku, hər bir şey var. Kim istəsə əlaqə saxlasın. Allah göndərək, şirkət eləyək. Ağalar, Mercedes E350. Hamının soruşduğu, axtardığı Mercedes bugün müzayedədə 2 motordur. 101 min yol qət edibdir. 10.500 dollarla maşın girir müzayedəyə. Polnu full komplektasiya ilə 360 kamerası var. Sağ sol tərəfdən bedona rəng təsadüfsüz. Gördüyünüz kimi E350 4matik. Hamının istədiyi Mercedesi tapdıq, çıxartdıq axırı. Sidenye qızdıranı, memri paketi, dəri oturacaqları, elektron priboru, yeni rulu, ikili panoramik lüklandı. Maşın bugün müzayedədə, bu da şasi nömrəsi. Kim istəsə əlaqə saxlasın, müzayedədən gözəl qiymətə bu maşını alaq sizlərə.